Füzuli Bələdiyyəsinin son dövrlərdəki fəallığı kənd sakinlərinin rifahı üçün mühüm əhəmiyyət kəsb edir. Yolların təmiri və yeni içməli su bulaqlarının istifadəyə verilməsindən sonra illərlə yığılıb qalmış məişət tullantılarının təmizlənməsi kəndin həm ekoloji vəziyyətini yaxşılaşdırır, həm də estetik görünüşünü bərpa edir. Bu cür təmizlik aksiyaları antisanitariya riskini azaldır və kənd təsərrüfatı torpaqlarının çirklənməsinin qarşısını alır. Kənd sakinləri kanalımız vasitəsilə görülən işləri yüksək dəyərləndirib, öz minnətdarlıqlarını bildiriblər. Mən Füzuli sakini Qasımov Musa. Uzun müddətdir mən bu kənddə yaşayıram. Bu köhnədən yeni bələdiyyə gələndən bəri yollara əl gəzdirmişdi, şevel tökülmüşdü. İndi də bütün ətraflarda olan zibilləri yenidən daşıyırlar. Kənara tökürlər, yol kənarını təmizləyirlər. Əlavə zibil yeri təyin olunub, cəmaət aparıb zibilin ora tökəcəklər. Yol qırağına tökülməsin. Ona görə də düzdür, Təzə Bələdiyyədə çox yaxşı işləyir. Bütün işləri yerində eləyir, tapşırıqlar vaxtında yerinə yetirir. Yollarımız o qədər də yaxşı deyildi. Xeyli iş görürlər, ağlı başlı yollarda əziyyət çəkirlər. İndi də yağınlığa görə vəziyyət indi o qədər də xoş deyil, amma havalar açılır. Havalar açılan kimi özlərinlə söhbət eləmişəm. Yollarımıza yeni də əl gəzdirəcəklər, qaydaya salacaqlar. Çox gözəl. Bu da əsas kənd kəsək, nəyinə onun yolu ilə əsas yol şərtdir. Yoldur, nə bilim sudur, başqa işlər var da, hansı. Məsələn, su işində də bizim kəndin o yaxınında bir artizan var ki, o özündən qaynama deyirlər ona. O çoxdandan da çox zəif su verirdi, çıxmırdı çətinliklə. Bir neçə dəfə də çalışdılar ki, o bərpa olunsun, bərpa eləyə bilmədilər. Arzu müəllim yenə deyirəm, sağ olsunlar. Elə Səyyaf da, Cahid də mən qalan üzvlərin hamısını nəzərdə tuturam. Gələndən sonra xeyli iş görüblər, indi o da bərpa olunubdur. Yəni gəlirdi, bir də görürdüm. 20 suya gələn adam, 20 adam növbə gözləyirdi ki, bundan sonra elə də adamla gözləyirdi, gördü axşam iş tökülüb qalıb, məcbur oldu qayıdıb çıxır. Amma indi gəlib onu eləyiblər, yəni elektriklə eləyiblər. Gələn kimi qabını doldu gedə bilərsən. Yəni burada buna görə də çox sağ olsunlar, yəni mən çox bir müəllim kimi, bir ağsaqqal kimi mən onların işindən də razıyam. Başqa işlər də yenə deyim, olabilir bu önümüzdə görürkən zibilli sat, yolun qırağıdır, kəndimizin girəcəyidir. Gəlirlər zibil sat atırlar, indi onu təmizləməyə, bu saatda iş gedir. Kənd sakidir. Burada neçə ildir ilə burada yaşayıram, burada. Özüm də şehid atasıyam. Ben gözüm açarla bu kənddə yaşayıram, 30 ildir. Hələ bu kəndə indiki kimi şərait düzəldən olmur. Bizim indiki bələdiyyəmiz çox yaxşı işləyir. Bütün cəmaatın hamısının qaydına qalır. Ayda bir dəfə yığıncaq eləyir. Hamının dərdinlə şərik olur, hamının dərdini soruşur. Nə işin var, sən tələbin nədir? Onu deyir, soruşur. Həqiqi də heyl olur. Bir yollarımızı düzəldir, zibilləri götürdür. Neçə ildir bu iş olmurdu. İndi Təzə Bələdiyyəmiz çox yaxşı işləyir. Hamı ondan razıdır. Allah da ondan razı olsun. Tələbimizi də vaxtında ödəyir. Nə deyirsə də onu da həll edir. Bəli, bələdiyyənin bu ardıcıl addımları yerli idarə etmənin işinə olan inamı artırır və biz də bu işdə onlara uğurlar arzulayırıq. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi İnternet Televiziyası üçün.